Esselamu Aleyküm əziz izləyicilər. Sizlərə pəncərə ətrafında yığdığımız molding tipli kantlardan danışmaq istərdim. Pəncərə yamaclarından fasadın ön hissəsinə 10 sm enində, 7 sm isə dərinliklə yığdığımız həmin bu molding kantlarıdır ki, bunlar kermoqranit daşlardan yığılıb və küncləri 45 dərəcə işlənmə ilə işlənib. Gördüyünüz bu detallar çox incə detaldır. Hamamda işləyən kermoqranit ustaları bu işlərin incəliyini daha yaxşı anlayır. Çünki bütün künclər 45 dərəcə kəsimlə işlənib. Sadəcə fərqimiz ondadır ki, onlar mata ilə müəyyən bir tikilinin üzərindən bunlar işləyirlər. Biz isə bu formanı əmələ gətirməkdən ötürü xüsusi alümin konstruksiya ilə yığılmış altyapıdan istifadə edirik ki, bu formanı əmələ gətirək. Ola sizə izah edim ki, bunun hər biri bir detal sayılır və paqon sayılır. Çünki burada 3 detal işlənib, iç yamac, ön görünüş və dərinlik olan detaldır ki, bunların hər biri bir paqon metr sayılır. Tikililərinizin fasadının daş yunu və membran ilə izolyasiya edilərək alümin konstruksiya üzərindən kermoqranit daşlarla belə gözəl işlənməsini istəyirsinizsə, bizlərə müraciət edə bilərsiniz. Səhifədə mobil nömrə qeyd edilib və xahiş olunur ki, səhifəmizi izləyin və videolarımızı bəyənin ki, daha çox şəxslərə çatsın və bizim barəmizdə məlumat əldə etmiş olsunlar. Təşəkkür edirik.